Salam əzizləyicilər, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən siz coğrafiya müəlliminiz Tural Hoca. Bu videoda sizə okean cəryanları mövzusunu izah edəcəm. Okean cəryanları mövzusuna keçid etməmişdən əvvəl gəlin okeanda suyun hərəkətinə bir baxalım. Okeanda suyun hərəkəti. Neçə yerə bölünür? Dalğa kimi biz öyrənə bilərik. Dalğa, qabarma və çəkilmə. Bir də indicə danışdığımız okean cərəyanları. Okay. Dalğa. Adi halda belə deyək də suyun biz dalğalandığını görə bilirik. Bunun yaranma səbəbi daha çox yerli küləklərdir. Dalğalanır. Həmin o suyun daha yuxarı qalxmış hissəsinə biz nə deyirik? Yal deyirik. Daha aşağı hissəsinə isə daban deyirik. İki dənə yal arasında qalan buradan bura olan məsafə dalğanın yəni uzunluğudur. Dabanın yala olan belə deyək hündürlüyü isə dalğanın hündürlüyüdür. Yəni daban ilə yal arasında olan hündürlüyə biz dalğanın hündürlüyü deyirik. Bu dalğalar adətən belə deyək, yerli küləklər vasitəsilə yarana bilər. Bu zaman biz bunu o qədər də dalğalı görmürük. Ola bilər, bəzən məsələn Xəzərdə xəzri küləklərin vasitəsilə dalğalar daha böyük ola bilir. Amma adətən o qədər də böyük iri dalğalar olmur. Amma olar ki, bu vulkan yaxud belə deyək də zəlzələ ilə olarsa, o zaman çox böyük dalğalar yaranır. Tsunami. Tsunami nədir? Tsunami okeanda belə deyək, hər hansı vulkan, zəlzələ, əsasən vulkan partlayışla olanda nə olur? Su böyük kütlələrlə sahilə doğru gəlir. Normalda okeanda bunun səviyyəsi biraz aşağı olur. Amma sahilə yaxınlaşdıqca nə olur bu? Daha iri dalğalar halına belə deyək, çevrilir və nə edir? Sahili vurur. Sahili dağıdır. Ən çox tsunami daha çox açıq okean sahillərində olur. Açıq okean sahilləri. Bir də təbii ki, daha çox vulkan, seismik ərazilər deyə bilərik. Yəni, bu iki ərazi üst-üstə düşməlidir. Daha çox hansı ölkələr bundan zərər görür? Yaponiya 100%, İndoneziya, Filippin, Meksika, ABŞ, Çili və Hindistan da bunlardan zərər görə bilər. Daxili dənizlərə sahili olan belə deyək də ölkələr bundan o qədər də zərər görmür. Tsunami daha çox açıq okean sahillərində olan ölkələri vurur. Bu belə. Keçdik qabarma çəkilmə. Qabarma çəkilmənin yaranma səbəbi ay və günəşin cazibəsidir. Hər ikisi cazibə qüvvəsi vasitəsilə yerdə olan suyu bir şəkildə çəkib nəyə bilirlər? 6 saat qabardıb, 6 saatda geri çəkilə bilirlər. 6 saatdan bir olduğuna görə sutka ərzində sutkada 2 dəfə qabarma olacaq, 2 dəfə də çəkilmə olacaq. Yəni 6 saat su şişir, qalxır, sonra isə növbəti 6 saatda bu su çəkilib gedir. Belə olan halda biz qabarmadan necə istifadə edə bilərik? Enerji almaq üçün enerji, sonra balıqçılıq və də gəmiçilik. Okay. Gəlin bunlara bir dənə toxunağın, görək nə deyir bu. Baxaq, gəmiçilik nədir? Yəni, məsələn, ta ki, suna belə deyək, qabarma olan zaman suyu səviyyəsi qalxır və normalda həmin əraziyə gələ bilməyən gəmilər, yəni altı dəyir deyə, saya oturur deyə, gəlirlər, sahilə yaxınlaşırlar, limana yaxınlaşırlar və s. Balıqçılıq nədir? Bəs balıqçılıq, məsələn, ta ki, qabarma yoxdur, çəkilmə vaxtı torları qura bilərik, qabarma gələndə su ilə gələn balıqları və yaxud xərçəkimləri və s. tuta bilərik. Enerji isə bildiyimiz dalğalardır, gəlir. Nə baş verir burada? Həmin o turbinlər fırlanır. Nəticədə geri çəkiləndə də yenə turbinləri fırlayır və biz enerjini əldə edirik. Yaxşı, bu qabarma və çəkilmə dalğaları daha çox harda olacaq? Pandi körfəzidir, Main körfəzidir, Fransanın Biskay
belə deyək, Körfəz sahilləridir. Hindistanın Ərəbistan dəniz sahilləridir. Rusiyanın Oxot dəniz, Ağ dəniz sahilləridir və s. İngiltərədə Bristol körfəzidir. Bu kimi ərazilərdə qabarma dalğaları daha hündür olur. Ən hündür qabarma dalğaları Fandi körfəzindədir və bir də əsasən inkişaf etmiş ölkələr plus Rusiya bu qabarma dalğaları hesabına GES qura bilirlər. Yəni qabarma elektrik stansiyaları. Gəldi bura qədər və ən əsas bizim mövzumuza okean cəryanları. Yəni biz əslində bu videonu okean cəryanlarını izah etmək üçün çəkmişik, daha doğrusu çəkirik. Okean cəryanlarının yaranma səbəbi daimi küləklərdir. Daimi küləklər ekvatora doğru, sonra mülayimə doğru, qütbdən yenə mülayimə doğru, tropikdən mülayimə doğru əsir və davamlı şəkildə okeanın müəyyən bir üst hissəsi suyunu çay formasında axıdıb aparırlar. Buna daha çox, yəni okean cəryanlarına həm də bədii dildə desək, okean çayları da deyirlər. Gəlin bunlara bir dənə nəzər yetirək. Okean cəryanları nə idi? Okean cəryanları daimi küləyin vasitəsilə okeanın səth suyunun bir hissəsinin davamlı şəkildə bir yerdən başqa yerə aparılmasıdır. Biz buna okean cəryanı deyirik. Burada bir məqam çıxır ortaya. Okean suyu bir yerdən başqa yerə aparılırsa, bir yerdə isti olan su bir yerdə isti olmaya bilər. Yaxud buradakı su soyuqdur, başqa bir yerdə gedib oradakı sulara qarışıb oranın suyunu soyuda bilər. Buna görə də biz okean cəryanlarını təsvirləşdirərkən isti cəryan və soyuq cəryan olmalı iki qrupa bölürük. İsti cəryanlar və soyuq cəryanlar. Baxın, isti cəryanlar. Deməli, burada bir məqam var, onu mütləq qeyd eləməliyəm. Deməli, ola bilər ki, suyun temperaturu çox deyil, azdır, amma isti cəryandır. Amma ola bilər ki, həmin o isti dediyimiz cəryandan daha isti su olan cəryan soyuq cəryan olsun. Yəni burada əsas ən vacib məqam getdiyin yerdəki sudan isti yaxud soyuq olmaqdır. Özünün apardığın su 20 Selsi ola bilər. Normalda 20 Selsi isti sudur. Amma getdiyin yerdəki ərazidə olan sular 25 Selsidirsə, sən oradan soyuq olursan və nə olmuş olursan? Soyuq cəryan olmuş olursan. Bu başqa bir şey yaradır, o başqa bir şey yaradır. Deməli, bir daha bunu təkrarlayaq. İsti cəryan olmağın üçün nə olmalısan? Getdiyin yerdəki sulardan daha isti su aparmalısan ora. Məsələn, daha çox bunu belə deyək də, alçaq enişlərdən yüksək enişlərə doğru. Məsələn, tropiklərdən mülayimə doğru gələn cəryanlar nə olmuş olur? Daha çox isti cəryanlar olur. Əksinə, qütblərdən mülayimə doğru gələn cəryanlar, yaxud məsələn, tropiklərdən belə deyək də, ola bilər ki, tropiklərdən ekvatoriala doğru hərəkət edən cəryanlar bəzən soyuq cəryanlar ola bilər. Yaxud mülayimdən də tropikə doğru gedən cəryanlar soyuq cəryanlar ola bilər. Bu da təbii ki, xəritə üzərində öyrənəcək, narahat olmayın. Deməli, isti cəryanlar nə olacaq? İsti cəryanlar hümid iqlim yaradacaq. Hümid iqlim, yəni hümid iqlim deyəndə nə başa düşürük? Rütubətli. Sonra, burada nə olur? Bulut. Bulutsa hansı radiasiya? Səpələnən radiasiya. Sonra nə ola bilər? Burada meşə yarana bilər. Sonra üzvü aləm zəngin. Avtomatik meşədirsə, ondan zəngin olacaq. Başqa nə deyə bilərik isti cəryanlar haqqında? Deməli, isti cəryanlar duzlu olur, yadınızda qalsın. Daha duzlu yazaq da bunu. Daha duzlu. Sonra buxarlanma qabiliyyəti və buxarlanma arasında fərq az olur. Qalxan hava, alçaq təzyiq və s. Yəni, bu kimi xüsusiyyətlər isti cəryanlara aid olan xüsusiyyətlərdir. Bir baxağın təzədən, hümid iqlim nə deməkdir? Rütubətli iqlimdir. Bu ərazi yağıntılıdır. Bulud yaranır orada. Bulud yarandığına görə səpələnən radiasiya olur. Meşə yaranır, üzvü aləm zəngin olur. Daha duzlu olur. Buna toxunacaq niyə? Və buxarlanma qabiliyyətlə buxarlanma arasında fərq daha az olur. Bunlar ikisi qalsın, bunları açarıq birazdan. Qalxan hava olur, alçaq təzyiq olur.
Gəlin baxalım, daha duzlu olmasının səbəbi. Daha duzlu olması o səbəbdəndir ki, su buxarlanır deyə, buxarlanan su gedir quruya, yağıntı formasında düşür. Qalan su nə olur? Daha duzlu olur. Bunu ümid edirəm ki, başa düşdünüz. Bəs buxarlanma qabiliyyəti və buxarlanma arasında fərqin az olması nə deməkdir? Bu tipli suallar düşür deyə istəyirəm ki, biləsiniz. Bunu yaradan isti cəryanlardır. Yəni, fərq azdırsa isti cəryanlardır. Əksinə, buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərq çoxdursa, soyuq cəryanlardır. İndi baxaq burada nə deməkdir bu? Yəni, ərazidəki olan istiliyə baxanda bir yağıntı da olacaq, rütubət də olacaq. Ona görə də istiliyə uyğun olaraq rütubət olduğuna görə bunlar arasında elə bir ciddi fərq yaranmayacaq. Bunun əsas səbəbi nə idi? Qalxan hava, alçaq təzyiq, ümid iqlim. Yəni, dolayısıyla bunu yaradan şəraiti, bu şərait yaradan isti cəryanlardır. Bəs soyuq cəryanlar neyinir? Bunun tam əksini edir. Necə iqlim yaratmışdı? Hümid. Bu nə yaradacaq? Arid. Arid iqlim. Arid iqlim nə deməkdir? Quraq ərazi. Hansı radiyasiyadır? Səpələnən radiyasiya. Deməli, burada necə radiyasiya olacaq? Düz radiyasiya. Yəni, bulud yoxdur. Okey. Meşə idi, daha çox nə yaradar? Səhra. Ondan sonra üzvü aləm zəngin idi. Burada üzvü aləm kasıb. Sonra burada daha az duzlu olacaq. Yəni, burada daha duzluydu, bu isə daha az duzlu olacaq. Sonra buxarlanma qabiliyyəti və buxarlanma arasında fərq necə olacaq burada? Çox. Sonra enən hava və də yüksək təzyiq. Sonra ekstra fiziki aşınma. Bəs burada hansı aşınma olar? Üzvi, kimyəvi aşınma. Tamam. Bura qədər izah elədik. Keçək xəritə üzərində işə. Keçirik xəritə üzərində işə. Burada soyuq cəryanları biz çalışaq ki, göy rənglə göstərək, isti cəryanlar isə qırmızı rənglə göstərəcəyik ki, vizual olaraq daha tez qavrayasınız. Deməli, soyuq cəryanlar şimal yarımkürəsində Labrador, hansı cəryandır? Labrador. Bir burada. Bir də burada nədir? Kənar. 2 dənə. Buradan Kuril-Kamçatka cəryanı var və yaxud Kamçatka cəryanı deyirlər. Yaponlar isə Oyashio deyir. Əsas bunlar üçüdür. Yəni, Kuril, daha doğrusu Labrador, Kənar və Kamçatka. Bir də burada Kaliforniya cəryanı var, soyuq cəryandır. Baxaq, burada bir dənə diqqət edir nəyə? Yuxarıdan soyuq suyu aşağıya gətirir. Necə olmalıdır? Soyuq cəryan. Yuxarıdan gətirdiyi su aşağıdakı sudan daha soyuq olmalıdır, soyuq cəryan. Buradakı su bura gəlir, daha soyuq olmalıdır, soyuq cəryan. Buradakı su daha soyuq olmalıdır deyə soyuq cəryan olur. Cənub yarımkürəsindən ən məşhur soyuq cəryanlardan biri qərb küləkləri cəryanıdır. Qərb küləkləri cəryanı Antarktidənin ətrafında dövr edir. Bu dövr elədikcə bundan bir neçə burada qol ayrılır. Hansılardır? Birazdan onlara aydınlıq gətirəcək. Deməli, qərb küləkləri cəryanını gördünüz. Qərb küləkləri cəryanından ayrılır burada Peru cəryanı. Buradan ayrılır Falkland cəryanı. Buradan da Bengal cəryanı ayrılır. Bəs bu nə cəryanıdır? Bu da Qərbi Avstraliya cəryanıdır. Deməli, Peru, Falkland, Bengal və Qərbi Avstraliya cəryanları qərb küləklərindən ayrılırlar. Yuxarıya doğru gedirlər. Təbii ki, soyuq olacaq. Çünki buradakı suyu yuxarıya aparırsa, deməli, buradakı su soyuqdur. Bura gələndə, yəni buradakı sulara nisbətən daha soyuq su olacaq. Nəticədə olmuş olacaq? Soyuq cəryan. Bayaqdan sadaladığımız arid iqlim, səhra, üzvü aşınma falan hamısı yaradacaqlar. Bax, bu ərazi Atakama səhrası məhz Peru cəryanının hesabına yaranır. Buradan Namib səhrası məhz Bengal cəryanının hesabına yaranır. Burada Qərbi Avstraliyanın iqliminin quraq olmasının bir səbəbi də Qərbi Avstraliya cəryanıdır. Burada Patagoniyanın iqliminin quraq olmasının səbəbi də Falkland cəryanıdır. Bir dənə burada da cəryanımız var.
analog olmayan cəryan deyirik ona biz. Niyə analog olmayan? Diqqət eləyin. Baxın, Labrador, Kamçatka. Görürsünüzmü? Eyni enlikdən təxminən aşağıya doğru gəlirlər. Sonra kənar Kaliforniya. Eyni enlikdən təxminən aşağıya doğru gəlirlər. Yaxud Peru, Bengal, Qərbi Avstraliya. Görürsünüzmü? Bunlar da aşağı yuxarı bir-birinə oxşardılar. Amma məhz hansısa bir materikin bu hissəsindən yuxarıya doğru qalxan soyuq cəryan görmürük. Deməli, analog olmayan cəryan nədir? Yəni, oxşar olmayan cəryan nədir? Somalidir. Keçək isti cəryanlara. İsti cəryanlar hansılardır? Baxaq. Birinci buradan. Passatlar cəryanı var. Şimal passat, cənub passat. Düzdürmü? Şimal passat və yalnız iki okeanda olacaq. Sakit okeanda, Atlantik okeanda. Cənub passat isə hər üç okeanda olacaq. Deməli, şimal passat, Atlantikdən sakitdə. Cənub passat həm sakitdə var, həm Hinddə var, həm də Atlantikdə var. Amma passatlar arası əks cəryanı yalnız sakitdə var. Deməli, üç cür passat cəryanı var. Şimal, cənub, əks. Şimal, cənub, əks olan yalnız sakitdir. Şimal, cənub olan Atlantikdir. Yalnız cənub passat Hind okeanındadır. Okey. Bax, burada belə bir cəryanımız var. Atlantik okeanda Gulf Stream. Bunun analogu sakit okeanda Crossio'dur. Görürsünüzmü? İkisi də materikin şərqindən bax bu istiqamətdə gedir. Gulf Stream'in davamı Şimali Atlantikdir. Crossio'nun davamı isə Şimali Sakit Okeandır. Deməli, bunun analogu da budur. Burada diqqət eləyin. Bunun davamı Norveçdir, isti cəryan. Bunun davamı Alyaskadır. Deməli, Norveçin də analogu nədir? Alyaskadır. Amma diqqətlə baxırıq. Burada Şimali Atlantik, bunu biraz silək, çünki rəngi dəyişməliyik. Şimali Atlantikin cənuba doğru davamı kənardır. Burada isə Şimali Sakitin cənuba doğru davamı, yəni bildiyimiz bu Şimali Sakitdir, gəlir bura davamı nə olacaq? Kaliforniyadır. Deməli, Kaliforniya ilə də kənar cəryanları analogdur. Bunu onsuz da bayaq demişdik. Şimal yarım kürəsində isti cəryanları təsvir eləməyə davam edək. Burada, diqqətlə baxın, cənub passat gəlir bura. Buradan aşağıya doğru Braziliya cəryanı, yuxarıya doğrusa Guyana cəryanıdır. Cənub passat belə gedir. Şimal passat gəlir buradan Karib və Antil cəryanları olaraq davam edir. Deməli, Guyana, Karib, Antil. Burada isti cəryanlardır. Keçirik burada nəyə? Sakit okeanda, bax buradan üz aşağı davam edir Şərqi Avstraliya isti cəryandır. Burada isə Hind okeanında bu Mozambikdir. Belə davam edən cəryan isə İğnəburnudur. Sonra burada musson cəryanı da var. O da isti cəryandır. Tamam. Başqa burada elə bir cəryanımız qalmadı. Əsas vacib olan cəryanları dedik. Düzdür, orada İrminger falan bu kimi cəryanlar var. Məsələn, burada baxın, Qərbi Grenlandiya, burada İrminger falan. Yəni, bunlara çox da getməyin, bunlara çox da girişməyin. Əsas vacib olan mənim bu videoda adlarını çəkdiyim cəryanlardır. O cəryanların xüsusiyyətlərini öyrənirsiniz. Bütün bunlar hamısı sizə kifayətdir ki, yaxşı nəticə əldə edəsiniz. Əla nəticə əldə etmək istəyirsinizsə, biraz da kitabları açın, qoyun qarşınıza, daha axır dağlara qədər öyrənin. Əla nəticəni əldə etmək üçün sizin mütləq şəkildə özünüzün öz üzərinizdə çalışmağınız vacibdir. Yaxşı nəticə, belə deyək, qənaətbəxş nəticə əldə etmək istəyirsinizsə, video dərslərlə, orta səviyyədə bir oxumaqla da kifayətlənə bilərsiniz. Ümid edirəm ki, videonun sonuna qədər gəlmişsiniz, bəyənmişsiniz, şərh yazmışsınız. Hansısa yeni bir dərsin, hansısa bir video dərsin izahını istəyirsinizsə, şərh bölünməsində bunun adını yaza bilərsiniz, yaxud Instagramda bizi takip edirsiniz. Orada da bunu yaza bilərsiniz yorumlarda. Biz bu sizin yazdıqlarınız əsasında ehtiyac duyulan mövzuları seçirik və daha çox hansına belə deyə istək gəlibsə, o çalışırıq ki, o videoları tezləşdirək, çəkək, paylaşaq. Beləliklə, mən Tural Hoca daha bir video izahının sonuna gəldim. Sağ olun, salamat qalın.